haçan bir sələfi alim görmüsən ki, və onun dərsini eşitmirsən və ya kitabını oxumusanız ki, məsələn, alim belə bir kitab yazsın. Məsələn, təkfirin gözəllikləri. Belə bir kitaba rast gəlmişsiniz. Alim yazır ki, fitnətü təkfir. Təkfirin fitnəsi. Niyə? Fitnə də ona görə. Və ya məsələn, harada görmüsən alim belə bir kitab yazsın? Əl-İrşad ilə təkfir. Məsələn, təkfirə həvəsləndirmə. Təkfirə yönətmək. Əksinə yazıblar, ət-təhsir min xətər təkfir. Təkfirin təhlükəsindən çəkindirmək. Bu istəyir kitablar olsun, istəyir mühazirələr olsun, dərslər olsun. Elə bir dənə bu kifayət deyilsin. Yəni, heç bir alim danışmayıb ki, hə, təkfirə həvəsləndirirəm sizi. Təkfir belə gözəl əməldir. Hamısı deyib, təkfirdən çəkinin, təkfir fitnədir. Hətta sələflərdən biri deyir, bu fitnə, bu ümmətin içinə ki düşüb. İmam Əhmədin zamanında olan Xalqul Quran fitnəsindən də böyüdür. Hansı ki, müsəlmanların səhvinə ayırır. Yaxşı, tutaq ki, namaz qılmayan təkfir eləyirsən. Bəs, mən namaz qılanla nə problemi var sənin? Yaxşı, müsəlmanların səhvini niyə bölürsən? Niyə bu təfriqəni yaradırsan? Yaxşı, mən ki, namaz qılıram. Mən ki, tohidə əməl eləyirəm. Məndə ki, şirk yoxdur. Mən ki, cahilləri ibadətə çağırıram. Sən ki, onlara təkfir deyirsən. Onları təkfirdən, sənin küfür gördüyün zəlalətdən çıxarıb, iman nuruna gətirirəm. Məndə nə problem görürsən? Deyirsən, namaz qılmayan təkfirləmirsən. Yaxşı, bu problemdirsə, ged Şafidən yapış. Ged Əbu Hanifədən yapış. Ged Malikdən yapış. İmam Əhməddən 5 dənə gəlib, ged ondan yapış. Məndən niyə yapışırsan? Məndən niyə tutursan? Problemdirsə, ged problemi Şafidə gör. Problem yəni axtarırsansa, məndən niyə axtarırsan? İxlasla.com saytı tərəfindən təqdim olundu.